Hər vaxtınız xeyir, hər birinizi xoş gördüm. Bugün kənddəyəm, kənd vlogu çəkməyə gəlmişəm. Qarın üstündə toyuq çığırtması eləyəcəyik. Başlayıb işə. Nə yalan deyim, mən ümumiyyətlə soyuq havanı sevən bir insan deyiləm. Sadəcə izlədim, gördüm ki, hər kəs qarda çəkilişlər edir və paylaşır. Nə qədər ki qar əriməyib, mən də dedim gedim orada hele qarın üstündə də bir dənə toyuq çığırtması hazırlayacağım və həmin qarın üstündə də soyuq da olsa yeyəcəm və sizlərə gözəl bir vlog çəkəcəm. Mən bu Xaçmazda ev alanda mənə çoxlu suallar gəldi. Yəni bizim özümüzünkilərin tərəfindən ki, biz hamımız Qusarda oluruq, sən Xaçmazda niyə ev aldın? Mən özüm Qusar rayonu Gican kəndində soyuq, dağlıq bir kənddə böyümüşəm, boya başa çatmışam. Bəlkə o soyuq havanın travmaları məndə var. Ona görə də mən daha çox istiyə meyilli insanam. Ona görə də sırf Xaçmazı buna görə seçmişəm. Kənd toyuqlarını isə biz evdən alırıq. Hardasa 5-6 dənə alıram. Biri təmiz halda 11 manatdan düşür. Mən ümumiyyətlə firma toyuqlarını çox istifadə etmirəm evdə. Çünki bu toyuqların dadı həm gözəl olur, həm də ki, təbii ki, pəhriz üçün, yəni yüngül yemək üçün daha yaxşıdır uşaqlara sup hazırlamaq, istənilən bir yemək hazırlamaq üçün. Ən çox da qışda mən yenə də çəki çox artsa da xəngəli çox sevirəm. Bir dənə qəşəng çolpa qaynadıram və suya da xəngəllər əlavə edib onu qaynar içirəm. Bu mənə tam başqa bir ləzzət verir. Ona görə yəni bir sözlə mən ən çox toyuq ətini sevirəm. Sevməyənlər də like qoysun ki və fikirləri yorumda yazsın ki, biz də və ya belə bir əti sevirik ya sevmirik. Keçən dəfə də bunu toxunmuşdum bu söhbətə, amma orada çox yazmışdı ki, biz də kənd toyuqları yemirik. Əslində mən sizə tövsiyə eləyərdim ki, sırf nə qədər təmiz ət məhsulları var, ondan maksimum istifadə eləyin. Valla kalbasa, sasiska, mağaza market məhsullarına çox meyilli olmayın. Onlar bizim maddələr mübadiləsini körləyir və bizdə istər-istəməz kökəlmə daha çox olur. Ondan da artıq get-gedə vaxt getdikcə müəyyən xəstəliklər yaranır. İndi həkimliyi də edəcəksən deyəcəklər videoda. Belə qızlar yavaş-yavaş qəşəng toyuğu doğradıq. Güya mən doğradım. Yoldaşım belə şeylərdə sağ olsun mənə kömək eləyir. Və kartofları qəşəng təmizlədim, yudum və yaxşı qəşəng xırda doğrayıb, ətə əlavə eləyib, yağı, duzu, istotu, hər şeyi qarışdırıb, atıb elə tavanın üzərində də odun üstündə birbaşa hamısını bağlı qapaqda buğda bişirəcəm. Deyim ki sizə, hal-hazırda demək olar ki, mənim sizə çəkiliş etdiyim adi bir reseptdir. Siz diqqətlə baxıb bunu etsəz, nə yaxşı odun peçində eləsəz, onun dadı tam başqa olur. İnanın ki, bu dadı heç bir çığırtma vermir. Olmursa yenə də evdə qazda da hazırlaya bilərsiniz. Həm də ki, sobada da çox gözəl, yəni bunu hazırlamaq olur. Sobada da tam gözəl, dadlı şəkildə kartoflar bundan da gözəl qızarır və daha gözəl dadlı olur. Yəni bunu da deyim sizə. Ola bilər sizdə belə bir yəni vəziyyət olmaz, yəni imkan olmaz. Yəni sobada da hazırlaya bilərsiniz. Ümumiyyətlə hal-hazırda bir çox insanlar daha çox sobada hazırlayırlar. Çünki həm orada dərəcə, dəqiqə var. Rahatdır, yeməyi hazırlayırsan, qoyursan dərəcəyə və gedib başqa bir işləri görürsən. Bir də misal üçün 25-30 dəqiqəyə bilirsən də artıq kartof nə qədər vaxtda hazır olur. Çolpa əti 25, ən çox da 30 dəqiqə vam odda. Demək olar 180-200 dərəcəyə qoyursan, gedib işləri görürsən, yarım saatdan gəlib söndürüb yeməyi yeyirsən. Yəni elə də hazırlamaq olar. Özünüz baxın da indi necə hazırlamaq istəyirsinizsə. Kəndə gedəndə paketdə götürmüşük istot, duz, biraz qəribə gəlir düzdür, amma heç açmayaraq sizlərə göstərirəm ki, siz də maraqla izləyəsiniz. Bunun dadı tam başqa olur qızlar. Həqiqətən də çox gözəl olur. Məncə bu vlogu hər biriniz bəyənərsiniz. Düzdür 8 dəqiqəlikdir, çox uzun vloq deyil. Amma çox maraqlıdır. Qısa və maraqlı bir vloqdur. İzləyin, bəyənin, yorum yazın və unutmayın ki, kanalıma mütləq abunə olmalısınız ki, mən də həvəslənib sizə davamlı qəşəng vloqlar çəkim. Bu arada bizim uşaqlarımız da belə oynayır. Yaşı başı olsa da uşaqlıq heç vaxt bunların canından çıxmır. Yəni nə qədər böyüsək də. Gördüyünüz bu yer isə bizim əvvəlki toyuq tövləmiz idi. Mən burada yaşamışam gəlin vaxtı. Bu bizim rəhmətli qaynatamızın, qaynanamızın evi olub. Yəni bütün uşaqlar burada böyüdüblər. Təsəvvür edin ki, 8 uşaq
böyük boya başa çatıb, hər kəs də öz evlərində evlənib, ailələrin qurublar. Burada biz balaca olduğumuza görə, yəni balaca oğlum gəlin olduğuna görə biz qalmışıq və bu evdə bizə qalıb. Qəşəng böyük bağımız da var. Mən orada toyuqlar saxlayırdım. İndi görürsünüz, toyuq alıb özüm yeyirəm. Həqiqətən də toyuq saxlamaq çox da asan deyil, çətindir. Bax, təsəvvür edin ki, bir yumurtadan bir cücə çıxır. O cücəni yemləyirsən, xəstəliklərinə qarşı müalicə edirsən, böyüdürsən və yağ qalar, yağ qalmaz. Onunla hardasa 5 dənəsi, 4 dənəsi, yaxud 6-7 dənəsi qalır. Qalanlar xəstələnir, ölür və yaxud qurd, quş yeyir. Biri tülkü aparır, biri nəyisə aparır. Sonda az qalır. Yəni, bugün mən düşünürəm ki, o yemə hələ pul verir. Bu qədər şeyləri düşünəndə deyirəm ki, həqiqətən də alıb yemək hər şeydən yaxşıdır, başqa bir işləri görüb. Düzdür, mən burada qalsaydım artıq məcbur idim ki, orada həm toyuq saxlayım, həm mal saxlayım, həm pomidor, xiyar əkim, amma mən qaçdım şəhərə. Çünki mən kənd həyatını heç sevmirəm. Bunu xüsusi olaraq vurğulayıram. Maksimum şəkildə siz də daha rahat yaşamaq istəyirsinizsə, heç vaxtı kəndi seçməyin. Yəni, mən sadəcə sizə bu vlogda müəyyən bir tövsiyələri verirəm. Belə söhbət edəyənə qədər bizim artıq yeməyimiz hazır oldu. Artıq bişmək üzrədir. Biraz da buğda saxlayacağım və nuşican eləyib, yavaş-yavaş yeyib, geri qayıdacağıq. Və qızlar, kəndə getmişkən biz getdik bacımgilə də baş çəkdik və oradan mənə qoyulan payları da sizə göstərəcəm. Kənd çörəyi, kənd yumurtası, üzüm yarpaqları və turşu, xiyar və nəsə bankada da bir yemək var. Belə bir şeylər. Belə diqqətiniz üçün, izlədiyiniz üçün hər birinizə minnətdaram. Göz haqqınızı halal edin.